Hüquqi dövlət, dövlət hakimiyyətinin özbaşınalığının qarşısını alan, idarəetməni hüquqi normalar əsasını tənzimləyən və vətəndaşların fundamental hüquq və azadlıqlarını təmin edən idarəetmə modelidir. Bu konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir ki, qanun yalnız sıra vətəndaşa deyil, həm də dövlətin bütün orqanlarına eyni dərəcədə şamil olunur. Beləliklə, dövlətin iradəsi hüquqla məhdudlaşdırılır və idarəetmədə ədalət, sabitlik və şəffaflıq təmin edilir. Hüquqi dövlət ideyasının nəzəri əsasını filosof Immanuel Kant yaratmışdır. Onun Zum ewigen Frieden, əbədi sülhə doğru əsərində dövlətin əsas funksiyası insanların hüquqi azadlığını təmin etmək kimi şərh olunur. Kantın fikrincə, dövlət yalnız hüququn müəyyən etdiyi çərçivədə fəaliyyət göstərdiyi halda vətəndaş öz azadlığından qorxmadan istifadə edə bilər. Bu sonradan Rechtsstaat, qanun dövləti modelinin formalaşmasına yol açmışdır. Hüquqi dövlətin müasir anlamının ikinci mühüm teorik dayağı isə İngilis hüquq nəzəriyyatçısı DJ tərəfindən işləmişdir. Onun konstitusiya, hüququn öyrənilməsinə giriş əsərində irəli sürdüyü qanunun aliliyi konsepsiyası hüquqi dövlətin əsas sütunlarından biri sayılır. DJ-yə görə hüquqi dövlət 3 şərt üzərində dayanır. Qanun qarşısında bərabərlik, fərdin hüquqlarının hüquqi normalarla qorunması və müstəqil məhkəmə hakimiyyəti. Bu prinsiplər siyasi təsirdən uzaq, obyektiv və ədalətli hüquq mühitinin formalaşmasına şərait yaradır. Nəticə olaraq hüquqi dövlət sadəcə qanunların mövcudluğu ilə deyil, həmin qanunların real tətbiqi, siyasi hakimiyyətin hüquqi çərçivə ilə məhdudlaşdırılması, məhkəmələrin müstəqilliyi və vətəndaşların hüquqlarının təminatı ilə xarakterizə olunur. Kantın hüquqi azadlıq konsepsiyası və DJ-in qanunun aliliyi doktrinası bu anlayışın elmi təməlini yaratmış, müasir hüquqi dövlət modelinin formalaşmasına ciddi təsir göstərmişdir. Video boyunca bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm.